Salamlar, mən Fərid Babazadə. Sosial media üzərində sizə məsləhətlər verirəm. Bu kanala abunə olaraq da mənə dəstək ola bilərsiniz. Həmçinin də öz fikrinizi şərh bölməsində bildirməniz də mümkündür. Bu günlərin ManyChat haqqında bəhs edəcəm. ManyChat bizə hansı imkanları bəxş eləyir, hansı platformalarda iş görə bilirik. Ümumiyyətlə, belə desək ki, biz həm WhatsApp, həm Telegram, Instagram və Facebook üzərindən avtomatlaşdırılmış mesajları aktiv edərəkdən müştərilər arasında bağı qura bilirik. Bunun üçün ilk öncə mən ekranda sizə göstərdiyim bu sayta daxil olursunuz. ManyChat.com saytına daxil olursunuz. Amma ilk öncə belə deyək ki, biz buradan qeydiyyatdan keçək. Qeydiyyatdan keçəndən sonra mən sizə burada hansı yolla etməli olduğumuzu göstərəcəm. Deməli, burada gördüyünüz kimi Get Started Free bölməsi var və hal-hazırda biz ManyChat.com saytına giriş etmişik və buradan görə bilərsiniz ki, həm Facebook, Google, Telegram və həmçində Apple hesabınızla giriş etməniz mümkündür. Əgər sizin təzə bir hesab açılması istəyirsə, buradan sign up deyə bilərsiniz. Mən sizə daha rahat olsun deyə Get Started Free-yə klik edəcəm və burada sizə göstərəcək ki, burada Instagram, TikTok, WhatsApp, Facebook və Telegram platformalarında avtomatik mesajlar ötürmək mümkündür. Biz əsasən Instagram üzərindən davam etdiyimiz üçün Instagram yerinə klikləyəcəyik. Əgər istəsəz ki, digər platformalarda sizə izah edeyim, şərh bölməsində yazmağı unutmayın. Deməli, Instagram üzərinə klikləyirik və bir şey də nəzərinizə çatdırım ki, əgər siz Instagramdan avtomatik mesajları aktiv etmək istəyirsinizsə, o zaman sizin Instagram hesabınız Facebook hesabınıza bağlı olmalıdır. Əks təqdirdə buradan qeyd keçdiyiniz Facebook hesabından siz Instagramda edə bilməyəcəksiniz. Və bunu da mən vurğulamış oldum və hal-hazırda Facebook vasitəsilə qeydiyyatın keçə klikləyirəm. Burada bizdən soruşur ki, Fərid hesabı ilə davam edək yoxsa yox. Mən əvvəldən kodumu falan yazmışam deyəni, mən kod istəməyəcəkdir və aktiv olaraq mən burada Fərid olaraq davam edə klikləyəcəm və avtomatik olaraq həmin hesabda 7 dənə profil açıldığı göstərilir. Məndə 2 dənə profil açılıbdır deyəni, burada mən 2 dənə profil görürəm. Əslində məndə 256 kontaktla əlaqə qurduğum üçün bilirəm ki, birinci hesabdır. Belə də siz adınızdan bilə bilərsiniz ki, hansı hesabdır. Siz burada həm dil dəyişə bilərsiniz. Yəni 3 dənə dil bizə təklif olunur bu şəkildə. Templateləri görə bilərsiniz. Hansı templatedə qoyulmuşsunuz və digər şeylər. Əslində çox başınızı qarışdırmayım. Burada həmçində təzə bir akkaunt yarada bilərsiniz. Deməli, biz ilk öncə hansı hesabına davam edəcəyimizə klikləyirik və burada panel açılır. Və burada bizi qarşılayır Hello Fərid. Bu şəkildə, ondan sonra biz burada lazımsız şeyləri X deyib silirik. Sizdə burada tanıtım olacaqdır, yəni çox şey deyəcək ki, buna basın, buna basın. Çox da narahat olmayın, çünki çox sadə bir platformadır, etmək də rahatdır. Hansı hesaba daxil olduğunuz Instagram hesabınızın hansı olduğunu bilmək istəyirsinizsə, buradan ayarlar qismindən keçid edirsiniz və burada yuxarı gəldikdə görə bilərsiniz ki, baxın, daha doğrusu Instagram yerinə klikləyirsiniz və görürsünüz ki, burada bizim bu hesabımızla bağlıdır. Həmçində məni Instagram üzərindən də takip etsə çox gözəl olar. Orada da çoxlu gözəl bilgilər paylaşıram. Həm də gündəlik fikirlərimizlə bölüşürəm. Keçək bizim burada olan platformamızın tanıtımına. Deməli, burada Home var, Contacts var, Automation var və s. Home-dan başlasaq, deyərik ki, burada bizə nələr təklif olunur. Bu vaxta qədər, yəni bu vaxta deyəndə son bir həftə ərzində mən istifadə etmədim çoxdandır. Onun üçün məndə statistika sıfırdır. Amma siz aktiv olaraq istifadə etsəniz, burada hər bir detallı sizə göstərəcək. Yəni bunlar nələrdir? Son 7 gün ərzində burada neçə kommentariya yazılıbdır, nə qədər storyya geri dönüşüm eləyiblər, DM-ə nə qədər geri dönüşüm olubdur və həmçində storydə etkiləşim olduğu da göstərilir. Və burada yuxarı gələndə görə bilərsiniz ki, burada bizə hansı avtomatlaşdırılmış mesajlar təklif olunur. Görürsünüz ki, burada indi ingiliscədir. Auto DMs links from comments. Yəni bizə əsasən bunlardan o qədər də maraqlı deyil. Əgər istədiyiniz bir şey olarsa da, siz buradan Explore all templates bütün şablonları kəşf edin bölməsindən klikləyirsiniz. Daha sonra buradan istədiyiniz şeyi yaza bilərsiniz. Yəni burada bir çox
müəyyən qədər bir sayda bir çox template'lər var. Bunları siz axtarış edib tapa bilərsiniz. Mesela bizə lazım olacaq şey nədir? Deyim sizə fikrimi. Deməli, bir post və ya reels paylaşmısınız və bu reelsin kommentariyasına, yəni şərh bölməsinə sizə yorum yazıblar və siz demişsiniz ki, plus atın, mən sizə daha ətraflı bilgilər göndərəcəm. Və hər kəs plus atıbdır. Siz isə plus atan hər bir şəxsə ətraflı bilgini göndərirsiniz. Bu bilgiləri isə nətə göndərəcəyimizi ayarlamalıyıq. Onun üçün burada yazırıq biz ilk öncə DM və burada yazılır. Auto reply to comments in direction. Deməli, bu da nədir? Kommentariya yazılan hər bir yoruma avtomatik olaraq cavablayır və DM-də onun qarşılığını verir. Biz buna klikləyirik. Digər şeylər də aiddir. Bəzən link var, bəzilərində sadəcə kommentariyadan gələn bir mesajdır. Populyar olan budur, amma biz buna klikləyəcəyik. Və burada da sağ tərəfdə gördüyünüz kimi bizə nümunəsini göstərirlər. Ki, burada bir söz yazılır və bu sözə qarşılıq verilir mesaj olaraq. Daha sonra DM-də ona mesajı cavablayır. Burada aşağıda görürsünüz ki, back to the list var və set up template var. Biz set up template-ə klikləyirik və burada görürsünüz ki, bizə aylıq abunə haqqını təklif edirlər, amma biz bunu pulsuz da işlədə bilirik müəyyən bir müddət ərzində. Daha sonra bunu biz klikləyirik, buradan çıxırıq. Belə bir şey var. Mən sizə əsasən burada olan gedişatı tanıtım edəcəm. Yəni, təməl bilgiləri tanıtım edəcəm. Əgər istəsəz, şərhlərdə bildirərsiniz. Mən sizə bunun pro versiyasında nətər daha qəşəng bir avtomatlaşdırılmış mesaj yaratmaq olar, sizə onu izah edəcəm. Burada görürsünüz, sarı olanlar yorumlardır. Bunları istifadə etməsəz də olar. Yəni, bunu aşağı atırsınız bu şəkildə. Və lazım deyil, yəni bunlar sizə beyninizi qarışdırmayaq. Bunlar mənim aşağıya bu cür atıram. Mən sizə bunları göstərim ki, bu şəkildə ataq. Daha sonra bunları biz hərəkət silək. Bizə lazım olacaq şeylər bunlardır, düzdür. Amma mən sizə sıfırdan nətər hazırlamalı olduğumuzu göstərəcəm. Deməli, dostlar, baxın, burada görürsünüz ki, bir dənə qutu qoyublar və bu qutuda nə qoyulubdur, nə yazılıbdır. Yazıb bura user comments on your post or reel. Yəni, post və ya reelsinizə yazılan kommentariyalar. Yəni, sizin postunuza və ya reelsinizə yazılan kommentariyaların başlanğıcı, belə götürək. Siz bunun sayını çoxalda bilərsiniz. Yəni, bir çox postu buna yerləşdirə bilərsiniz. Deyək ki, sizin eyni mövzuda, deyək ki, plus atın falan şey göndərəcəm, falan şey göndərəcəm. Bir də ayrı-ayrı template'lər hazırlamışsınız. Hamısını eyni yerdən hazırlayıb birbaşa yönəldə bilərsiniz. Yəni, buradakı olan bu template'in üzərinə klikləyirik. Hazırdır, düzdür. Yəni, bu hazır dəyişmək lazımdır. Baxın, burada sol paneldə görürsünüz ki, sizi burada göstərir. Siz bir çox post və ya reelsi seçə bilərsiniz. Buradan See More-a klikləyirsiniz. Bu seçili səhvən. See More-a klikləyirsiniz və buradan istədiyiniz post və ya reelsinizi buradan seçərəkdən onu aktiv edirsiniz. Məsələn, hər şeyin bir səbəbi vardır. Bunu kliklədik və aktiv oldu. Daha sonra aşağıda burada görə bilərsiniz ki, All Post or Reels və ya Next Post or Reel. Yəni, bu deməkdir ki, bütün post və reelslərə daxildir və növbəti post və reelslərə aidiyyəti var kimi bir seçenek qoyublar. Təbii ki, bu ikisi Pro-ya aid olduğu üçün siz bunu sınaqda ancaq Pro-da edə bilərsiniz. Yəni, bu seçmişsəz olar. Sonra Continue-nə basırsınız və burada sizdən soruşur ki, həmin post və ya reelsə paylaşıma hansı açar sözləri yazanda biz mesaj göndərək. Burada siz yaza bilərsiniz. Məsəl üçün deyirəm, takip sözünü yazın və yaxud da abunə yazın. Abunə yazılsın və yaxud da nə bilim, takipçisi bu cür yazın. Bunlar yazılanda avtomatik olaraq göndərəcəkdir. Və bir şey də qeyd edeyim ki, burada böyük hərflə yazılması da, kiçik hərflə yazılması da eyni şeydir. Yəni, birini balaca hərflə, birini böyük hərflə yazmanın heç bir aidiyyəti olmayacaq. İkisi də eyni şey kimi oxunacaqdır. Və aşağıda comments exclude these keywords. Yəni, buradakı olan bu əsas sözlər yazıldıqda bunlar da aidiyyəti olmur, ancaq bunlar aidiyyəti olur. Məsələn, yaza bıraxıra biz takipçilər.
məsəl üçün bu söz yazanlara göndərilməyəcəkdir. Ancaq yuxarıda yazılanlara göndəriləcəkdir. Daha sonra burada aşağıdakı eyni comment yazanda da fərqi yoxdur. Hər hansı bir söz və yazı, nöqtə belə yazsanız avtomatik olaraq mesaj göndərilir. Yəni bir çox kommentariyalar hamısına aidət var buna. Bunu ayarladıktan sonra biz continue'a basırıq və continue'da burada bizdən deyir ki, biz mesajlara nə cür cavab verək. DM göndərildi, DM qutunu yoxla və mesaj sənə gəldimi? Bu kimi sözləri baxın burada yaza bilirsiniz. Bunun limiti 2000-dir səhv etmirəmsə. 2000 element, yəni boşluqla ikisi bir yerdə burada baxın boşluq qoyuram gelir. Yəni boşluqla bir yerdə 2000 element daxildir bunu yazmağa. Yəni yaza bilərsiniz burada DM qutunu yoxla. Qutusunu yoxla. DM qutusunu yoxla və beləcə nümunə işarəsi. Və s. Bunun kimi bir çox elementlər də əlavə edə bilərsiniz. Yəni burada həmçinin də element əlavə etmək olur. Bunu yazaraqdan və ya qoyaraqdan da yoxlaya bilərsiniz. Həmçinin də və ya heç bir şey göndərmədən birbaşa da mesaj göndərə bilərsiniz. Yəni baxır sizin seçiminizə. Bunu save etdikdən sonra işimiz bitir. Amma müvəqqəti olaraq bitir. Çünki biz burada birinci etabı tamamladıq. Bəs yaxşı, biz istəsək ki, heç bu postdan ibarət deyil, başqa bir post istəyirik, eyni element içərisində əldə etsək. Baxın, bayaq sizə dediyim kimi, bu bir dənə postuydu. Bayaqki postun əlavə bir dənə də trigger əlavə edə bilərik. Bunun biri özü triggerdır. Trigger'ın bir dənəsini əlavə edəndə, baxın, burada bir çox şeyə çıxır. Yəni, burada post və ya da reels'ə kommentar yazanlar, story'ə və ya da mesaj qutusuna və digər şeylərə də mesaj yazanlara cavablandırmaq kimi bir özəllik qoyublar. Biz bir dənəsini əlavə edə bilərik və bunun üçün eyni proses təkrarən gedir. Yəni, təkrarən demək ehtiyac yoxdur məncə. Yəni, bir dənəsini seçirik və yaxud da artıq getdi bunu silmək istəyirsiniz. Yəni, klikləyirsiniz və yuxarısında sola doğru bir ox görəcəksiniz. İşarə edəcəm. Buradakı oxu təkrarən bunu leave edirik və burada görürsünüz ki, məsələn, deyək ki, bu bizə üçün artıqdır və burada say olaraq qırağını yazıb 47 və 48. 48 nömrə. Əgər ikisi də eyni adadırsa, yəni nömrəsi ilə tapa bilərsiniz. 48 nömrəni biz buradan duplikatını çıxarda bilərik və digər şeylər də həmçinin silə edə bilərik. Biz bunu sildik. Okey, bunu etdikdən sonra bəs nə edelim? Biz deyirik ki, mesaj yazdınız. Mesajdan sonra biz deyirik ki, Instagramda bir mesaj təkrarən göndərək. Burada biz Instagramı seçə bilərik və digər condition'dır, randomizer'dır, smart delay'dir. Yəni bunların bir çoxsu, bulaşıqların çoxsu elə proya əlavə olunur. Yəni bunların tapmaq üçün də həmçinin qıraqda plus işarəsinə də klikləməyiniz kifayət eləyər. Bunu klikləyirik və görürük ki, burada trigger'lar əlavə etmək olur. Baxın, bu yeni bir şeydən əlavə etmək olur. Trigger əlavə etmək olur. Instagram'dır, yəni kanal əlavə etmək olur. Start automation'dır, başqa bir avtomatlaşdırmaya göndərmək kimi bir xüsusiyyət də var. Süni intellektlə danışmaq da mümkündür. Bu səhv etmirəmsə bunu pullu versiyada istifadə etmək mümkündür. Sonra action'dır, action əlavə etmək olur. Sonra randomizer'dır, smart delay'dir, condition'dır. Bunların üçü də çox gözəl bir özəllikdir. Bunları istifadə etmənizi sizə tövsiyə edirəm. Həm istifadə etmək bir qırağa, sınayın ən azından. Bir müddət sınayın və siz bundan sonra biləcəksiniz ki, bu nə dərəcədə gözəl bir funksiyadır. Və həmçində kommentariya var. Kommentariyada bizim burada aşağıda qoyduğumuz bir şeylərdir. Bunlar o qədər vacib deyillər. Bu nə üçündür? Deyək ki, bir şey təkrarən dəyişmək istəyirsiniz və bir dənə yadınızdan çıxar. Bir dənə element əlavə edirsiniz və yazırsınız sonra ki, olan şeyi mən gəlin dəfə dəyişəcəm və yadınızdan çıxmayacaq. Bir də bir qeydiyyat üçün lazım ola bilər. Və yuxarıda bunlar demək yaddan çıxdı. Təkrarən deyim sizə. Baxın, burada avtomatik olaraq save eləyir. Bu geriyə aparır, qabağa aparır. Sonra bunu siz baxa bilərsiniz. Və bu da setleyib də bunu nümayiş etdirməkdir. Nümayiş etdirəkdən bunun aktiv edə bilərsiniz. Biz hal-hazırda bunun davamı olaraq gedəcəyik. Baxın, burada strelka var, ox işarəsi. Ox işarəsinin üzərinə gəldikdə bu yaxınlaşacaq. Yəni üzərinə klikləyəndə avtomatik olaraq yaxınlaşır. Üzərinə, yəni bunun üzərində olduğu zaman yuxarıya gedərkən bunun üzərində change edirik, yəni dəyişirik yerini. Oynadaraqdan fərqi yoxdur. Hər hansı bir yerə təkrarən edəndə belə bir şey yapacaq. Və siz buradan hər hansı bir şeyi seçərəkdən davam edə bilərsiniz.
Okay, biz hal-hazırda çox uzatmayaq, elə davam edək. Buradan hər hansı bir Instagram seçirik. Yəni Instagram dediyimiz şey hər hansı bir mesajı DM-ə göndərilmək deməkdir. Deməli, burada yazırıq biz, tutaq ki, sizə vəd etdiyim mesaj, yox, mesaj deməyək, hədiyyə linkdə gizlidir. Və biz belə bir mesaj yazdıq. Bu mesajı biz öncədən həmin şəxsin adı ilə də başlaya bilərik. Baxın, burada mötərizə işarəsi görürsünüz. Bu mötərizə işarəsi ilə siz ona müraciət şəklində təyin edirsiniz. Deyək ki, burada siz first name əsasən qoyulur. Çünki insan orada adını yazacaqdır. Fərid və ya da Hüseyn və digər adlar. Və ya da last name-dir və digər özəlliklərdir həmsinin. Yəni bunları belə deyək ki, bizlər təyin edirik. Və hətta e-maildir, fondur və digər elementlər seçmək mümkündür. Həmçinin də emoji də qoymaq olar. Bəs yaxşı, bunu qoyduq. Aşağıdakı olan buton nə işə yarayır? Buton onun üçündür ki, biz buraya bir link əlavə edə bilərik və ya da ayrı bir mesaj üçün saxlamamız mümkündür. Yəni, add to buton klikləyirik və burada biz butonumuzun adını yazırıq. Deməli, buraya kliklə. Yazırıq buraya. Buraya klik et. Və yaxud da adı ilə başlaya bilərik. Bu da adını yazmadıq, amma bu da yaza bilərik adını. Deyək ki, first name qoyaq dəfə. First name, deyək ki, Fərid. Buraya kliklə. Və bunun dalında bir dənə də vergül qoyaq ki, müraciət olduğu bilinsin. Və buraya klik et. Bir dənə işarəsi və ondan sonra bu növbəti mesaja girəcəkmi seçəcəyik, yoxsa hər hansı bir sayta girəcəkmi deyə seçəcəyik. Biz bir dənə ki, deyək ki, hər hansı bir sayta girəcəkdir və bu saytın linkini deyək ki, biz Instagram səhifəmizi qoyuruq. Instagram səhifəmizi, yaxud Instagram səhifəsini deyək, baxın buradan götürürük bunun linkini, kopyalayırıq və keçirik buradakı olan bu butona və linkimizi yapışdırırıq. Bu şəkildə. Bunu yapışdırdıqdan sonra biz bunu aşağıda dan edərəkdən də aktiv edirik. Baxın, aktiv etdik və salam. Yəni buraya klikləyəndə insanlar avtomatik olaraq bu sayta gedəcək. Baxın, bu da indi biz bunu preview edə bilmirik. Yəni əgər bunu etsək, avtomatik olaraq həmin sayt açılacaqdır. Deməli, biz hal-hazırda bunu belə qoyduq burada, boşuna qaldı. Bəs yaxşı, bunu nəticə bir-birinə əlaqələndirək. Buradakı görürsünüz, Zen yeri var. Zen yerindən biz bundakı olan quyruğu, yəni ox işarəsini çıxardırıq və buraya toxundururuq ki, avtomatik olaraq özü yapışacaqdır. Və buradakı olan mesaja, kommentariyaya belə bir mesaj cavablayacaqdır və burada görəcək ki, filan kəs buraya klik et. Klikləyəndə avtomatik olaraq Instagram səhifəsi açılacaqdır. Hər hansı bir link qoya bilərsiniz. Mən nümunə olaraq Instagram səhifəsini qoydum. Və burada desəz ki, həmin insan sizi takib edirsə ona mesaj göndərilsin, takib etmirsinizsə həmin hədiyyə göndərilməsin. Bunu nə cür ayarlamaq olar? Mən sizə onu birazdan deyəcəm. Amma hələlik bir dənə şey də var, onu deyim, sonra keçək həmin bölməyə. Deməli, burada görürsünüz ki, comment reply var və 24 saat bir müddəti var. Əgər siz comment reply qoysanız, mesaj anidən olaraq göndəriləcək və sadəcə mesajdan ibarət olaraq qalacaqdır. Əgər istəsəniz ki, bundan sonra növbəti bir etapla geçsin, o zaman siz biz 24 üzərində 24 hour window bu bölməni aktiv edirsiniz və aşağıda görürsünüz ki, new next step deyə bir bölmə açılır və siz burada növbəti bir addımı seçə bilərsiniz. Deyək ki, Instagram, siz təzədən və bu mesajdan sonra təkrar bir dənə mesaj gələcəkdir və beləliklə davam edəcək. Və siz bir şey də qeyd edim ki, bunu biz silək hələlik, bizə lazım deyil. Ona görə biz buradan bir şey də baxmalıyıq ki, baxın, bayaqki mesaj bölməsini aktiv edək. Deməli, comment reply var. Bunu seçdikdə bizə ancaq bunu təqdim edir, başqa bir şey demir bizə. Bir yerde buton əlavə edə bilərik və salam, başqa bir şey demir. Amma biz burada digər bir bölməni seçsək, o zaman aşağıda gördüyünüz kimi bir çox şey açılır. Buna nədən ibarətdir? Deyək ki,
Bir dənə tekst yazırsınız, mətin yazırsınız. Bunun altına bir dənə mesaj yazılır. Məsələn, baxın. Deməli, bir dənə şey yazaq, random bir hərflər atıram. Yəni belə bir şeydir. Təkrar bir dənə buton açırsınız. Bu da mümkündür. Silmək istəsəz, buradakı ox yerindən X yerini basırsınız və silirsiniz. Vəssalam. Və burada həmçinin image də, yəni şəkil əldə etmək mümkündür. Şəkil yerinə klikləyirsiniz və buradan upload image yerinə gəldikdə belə bir şəkil qoymamıza şərait yaradır. Və məsələn, bir dənə şəkil qoyaq. Deyək ki, belə bir şəkildir. Və şəkili biz buraya yüklədik. Düzdür, baxın, burada indi simmetriya xəstələri, simmetriya dəlillər deyək də. Baxın, burada bu şey çox şey verəcəkdir, amma o qədər də önəm verməyin. Deməli, burada siz şəkil də qoymanız mümkündür. Şəkilin altına bir rəy də qoymanız mümkündür. Baxın, belə bir şey yaradar. Deyək ki, bu şəkil necədir? Əlaqəsiz bir şey yazırım. Bu şəkil necədir? Belə bir sual yazdım. Yəni, şəkil bir növ rəy bildirməmizi istədik. Və bundan sonraki yaxşıdır, pisdir deyirsiniz və ondan sonra öz etapınızı davam etdirirsiniz. Yəni, baxır sizin kreativliyinizə. Başqa burada bir delay qoymaq olur. Yəni, bir müddətdən sonra mesaj göndərilsin. Bir müddət dayansın, daha sonra göndərilsin. Bunu biz ayarlamamız mümkündür. 3 saniyədən başlayır. Əslində 1 saniyə zat da olur deyəsən. 1 saniyə də olur. Biz bunu artırırıq, deyək ki 10 saniyə qoyuruq. 10 saniyə qoyduqdan sonra bu təkrar bir dənə mesaj göndərəcəkdir. O mesajda başqa bir şey olacaqdır. Və bunlar da pulludur. Bunlar başqa bir şeylərdir. Bunları çox deyilməyəcəm. Təbii ki, yəni pro olduğunuz zaman mən sizə bunları izah edəcəm. Bəs yaxşı, mən sizə bayaq dediyim ancaq takip etdiyimiz müddətdə göndərilsin, takip etmədiyimiz müddətdə göndərilməsin. Belə bir bölməni necə aktiv edə bilərik? Mənim burada bir papkam var. Əvvəldən hazırladığım bir bölmədir. Deməli, şərt cavab metodu, trend videolar 2. Yəni, burada mən hazırladığım bir metod var ki, bu metoddan siz istifadə etsəniz, sizin də eyni funksiyaya malik olacaqdır mesajlarınız. Deməli, bayaqki etapları təkrarən danışmayacağım, sadəcə üstündən keçəcəm. Deməli, burada görürsünüz ki, hər hansı bir videonun fotonu seçmişik, daha sonra keywordslərimizi yazmışıq və cavablarımızı seçmişik və save etmişik. Və salam. Ondan sonra gəlir, burada belə bir mesajımız gəlir. Salam, yorum üçün təşəkkür edirəm. Daha çoxunu səhifəmdə tapa bilərsən. Və bundan sonra deyək ki, göndər gəlsin. Bunu yazdıqdan sonra belə bir condition göndərir. Və əslində dediyim condition bölməsi budur. Condition budur ki, siz sizin mesajınızı yoxlayır, daha doğrusu takip olub-olmadığınızı yoxlayır. Əgər takip edirsinizsə, vəd etdiyim hədiyyəni göndərirəm, mesajı göndərirəm. Əgər takip etmirsinizsə, xatırlayın ki, takip et, daha sonra gəl. Bəzi insanlar hiylə kimi davranır, sanki elə bilir ki, bir yerdən sonra dayanacaq və avtomatik olaraq göndərəcək, nə hal olursa olsun, yəni bezib göndərəcək. Amma elə bir hal yoxdur. Çünki bu dövrə formasına gedir və dayanmır. Yəni, nə qədər yazsanız da bu göndərməyəcək. Yəni, takip etmədiyiniz müddətcə heç vaxt göndərməyəcək. Çünki bu sistem bu cür qurulubdur. Yəni, burada, baxın, condition yazılıb ki, follow your Instagram account is true. Əgər sizin səhifənizi takip edirsə, göndər. Bu göndərmə butonundakı olan yuxarıdakı doğrudur, aşağıdakı yanlışdır. Doğrudursa da bu mesaj göndəriləcəkdir. Və yaxud dediyim, göstəreyim, videoları daha maraqlı etmək üçün bu saytı istifadə edə bilərsən. Saytdan istifadə edə bilərsən. Saytı kəşf etmək üçün aşağıya bax. Və buraya klik etdikdən sonra sayta gedəcəkdir. Telegram kanalım isə bonus olaraq qoymuşam. Yəni, belə bir şey etmişik. Yox, əgər takip etmirsə, belə bir mesaj göndərəcəkdir. Deməyi unutdum, məzmunlarımı sadəcə takipçilərimə göndərirəm. Avtomatlaşdırılma buna icazə verir. Belə bir mesaj göndərmişəm, duyarı etmişəm, türklər demiş. Takip edirəm sözünü sonradan klikləsə, yəni takip etdikdən sonra klikləsə və təkrarən yoxlanacaqdır və yenədən əgər doğru olsa göndərəcək, doğru olmasa təkrarən eyni şeyə gəlib çıxacaqdır və bu təkrarən dövrə edəcəkdir. Yəni, belə bir prosesdir. Və bəhs dediyim şəkil qoymaq və altına mesaj yazmaq da buna uyğun ola bilər. Baxın, görürsünüz, mən burada şəkil qoymuşam. Hal-hazırda 131 takipçim deyil, artıqdır və bunun sayəsində bir çox takipçilərimə qazanmışam.
Həmçinin bir çox insanlarla güvənli və bağımı da qurmuşam belə. Yəni bu şəkildə qoyursunuz və altına yaza bilərsiniz ki, takib etməmisiniz. Buradakı takib butonuna tıklayaraq məni takib edə bilərsiniz. Belə bir mesaj da qoya bilərsiniz. Bir çox saniyə, bir neçə saniyədən sonra bu etmək də mümkündür. Belə dostlar, daha çox videonun gəlməsini istəyirsinizsə, bir daha xatırladım ki, kanalıma abunə olmağı, şərh bölməsində mövzunu qeyd etməyiniz arzu olunandır. Ümidvaram ki, video sizin üçün faydalı oldu. Faydalı oldusa, like butonuna basmağı unutmayın. Sağ olun, sağ olun.